tarixdə yazırlar ki, Peyğəmbərimizin yanında səhabələr əyləşdiyi bir vaxt, Peyğəmbərimiz Bəni İsraildən bir kişinin 83 il Allah yolunda vuruşaraq, cihad edərək, qılıncı ilə, sözü ilə insanları dinə, İslama və vəhdaniyyətə, təkallahlığa dəvət etdiyini danışanda, sahabələrdən biri məyuscasına Peyğəmbərimizə buyurur ki, kaş Allah bizi də uzun ömürlü edərdi. O ümmətlər, öncəki ümmətlər təki uzun ömürlü olaydı, biz də o savabları əldə edəydik. Bildiyimiz kimi bizim sonuncu Peyğəmbərimizin ümməti, bizlər əqəllü əmarən beynəl ümməm. Ümmətlər içərisində ömrü ən az olan ümmətik. Yəni, öncəkilər daha çox yaşayıblar, amma bizim orta hesabla ümmətin ömrü 60-70'dir. İmam Əli əleyhissalamın divanlarında var, buyurur, İzə aşəl fətasittinə amən fanısful omr təmhəquhul ləyali. Əgər bir insan, bir kişi 60 il ömr edirsə, ömrün tən yarısı geciyə düşür. Yəni, 30 ilini yatmısan, yuxuda olmusan. Yuxuda Allah sənin etdiyin günahları səndən sorğu-sual eləməz. Yuxuda nələr baş verir, onlardan sən hesab kitab olunmayacaqsan. Yəni, o Allah ki, ömrün tən yarısını sənə bağışlayıb keçibsə, bəs sən tən yarıda Allah üçün neyindən keçmirsən?